Salam əziz müəllimlər. Bizim bugünkü verilişimiz fizika fənninə həsr olunur. Biz bugün Turan İslamın təqdimatında molekulyar kinetik nəzəriyyə, ideal qaz qanunları mövzularına dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Turan xanım. Salam Pərinə xanım, xoş gördük. Turan xanım, qeyd olunan mövzu ilə bağlı müəllimlər nələrə diqqət yetirməlidirlər? Deməli, molekulyar kinetik nəzəriyyənin əsasları, ideal qaz qanunları və izoproseslərə əsasən diqqət yetirsələr daha yaxşı olar. O zaman gəlin birbaşa testlərin izahına başlayaq, vaxt itirməyək. Başlayaq. İdeal qazın təzyiqinin molekullarının orta kinetik enerjisindən asılılıq qrafiki verilmişdir. Həmin prosesdə qazın konsentrasiyasının təzyiqdən asılılıq qrafiki hansıdır? Qrafikdən göründüyü kimi təzyiq və kinetik enerji bir-birindən düz mütənasib asılı olaraq artır. Və biz kinetik enerjinin düsturuna nəzər yetirsək, görərik ki, Y kinetik bərabərdir 2-də 3 KT və P-nin T-yə olan nisbəti bərabərdir konstant. Bu halda bu proses izoxor proses adlanır və bərabərdir konstant. Proses izoxor prosesdir və izoxor prosesdə konsentrasiya sabit olduğu üçün biz ikinci qrafikdən konsentrasiyanın sabit halını götürməliyik. Konsentrasiyanın sabit olduğu hal isə 1,6 və 1,4 proseslərinə uyğun gəlir. 1,6 prosesində konsentrasiya sabitdir, lakin təzyiq azalır. 1,4 prosesində isə konsentrasiya sabitdir, lakin təzyiq artır. Və biz burada təzyiqin artdığı halı götürməliyik. Yəni 1,4 prosesini. Doğru cavabımız C variantı 1,4. Sabit kütləli ideal qazın təzyiqinin temperaturdan asılılıq diaqramı verilmişdir. Diaqrama uyğun hansı ifadələr doğrudur? Biz buradakı ifadələr üzərindən izah verəcəyik. 1-2 hissəsində konsentrasiya azalır. Qrafikə nəzər yetirsək, görərik ki, 1-2 hissəsində təzyiq sabit, temperatur isə artır. Əgər temperatur artırsa, deməli həcm də artır. Həcm artırsa, konsentrasiya azalmalıdır. Deməli, birinci ifadə doğrudur. 2-3 hissəsində qazın həcmi artır. 2-3 hissəsində qazın temperatur gördüyümüz kimi sabitdir, təzyiq isə artır. Əgər temperatur sabitdirsə və təzyiq artırsa, qazın həcmi azalmalıdır. Deməli, ikinci ifadə də yanlışdır. 1-2 hissəsində qaz molekullarının orta kvadratik sürəti azalır. 1-2 hissəsində gördüyümüz kimi temperatur artır. Əgər temperatur artırsa, molekulların orta kvadratik sürəti artmalıdır. Deməli, 3 ifadəsi də yanlışdır. 1-2 hissəsində qaz molekullarının orta kvadratik sürəti artır. 1-2 hissəsində temperatur gördüyümüz kimi artır. Əgər temperatur artırsa, molekulların orta kvadratik sürəti də artmalıdır. Deməli, 4 ifadəsi doğrudur. 2-3 hissəsində qaz molekullarının orta kvadratik sürəti azalır. 2-3 hissəsində temperatur sabitdir, təzyiq isə artır. Və qaz molekullarının orta kvadratik sürəti temperatur sabit olduğu üçün sabit qalacaq. Deməli, 5 ifadəsi yanlışdır. 1-2 hissəsində qazın həcmi artır. 1-2 hissəsində gördüyümüz kimi temperatur artır, təzyiq sabitdir. Əgər temperatur artırsa, qazın həcmi də artmalıdır. Deməli, 6 ifadəsi də doğrudur. Beləliklə, doğru cavab 1, 4, 6. Növbəti sualımız yenə də qrafik tipli tapşırıqdır. Verilmiş kütləli ideal qazın həcminin temperaturdan asılılıq qrafiklərində hansı proseslər təsvir olunub? Qrafikdən göründüyü kimi 1-2 halında temperatur sabitdir və həcm azalır. Əgər 1-2 halında temperatur sabitdirsə, deməli bu proses izotermik prosesdir. 2-3 halında həcm temperaturdan asılı olaraq artır. Deməli bu proses izobarik prosesdir. 3-4 halında həcm sabitdir, temperatur isə artır. Həcm sabitdirsə, bu proses izoxorik proses adlanır. Və beləliklə doğru cavab A variantı izotermik, izobarik, izoxorik. Növbəti tapşırığımız məsələdir. Qapalı qabdakı qazı 120 Kelvin qızdırdıqda təzyiqi 40% artdı. Qazın başlanğıc temperaturunu hesablayın. Qapalı qab olduğu üçün burada həcm sabitdir. Və məsələnin şərtində bizə verilir ki, təzyiq 40% artdı.
Əgər təzyiq 40% artırsa, P2 bu halda 1,4 P1-ə bərabər olacaq. Və eyni zamanda məsələnin şərtində qazın 120 Kelvin qızdırıldığı yazılıb. Deməli, T2 bərabərdir, T1 üstə gələk 120 Kelvin. Və biz Şarl qanunundan istifadə edərək, yəni P2 bölünsün P1 bərabərdir T2 bölünsün T1 ifadəsindən istifadə edəcəyik. Və məsələnin şərtində verilənləri Şarl qanununda yerinə yazmaqla hesablama aparacağıq. Burada P2-nin yerinə 1,4 P1, T2-nin yerinə T1 üstə gələk 120 Kelvin yazırıq və hesablamanı davam etdiririk. Bu halda məsələnin cavabı T1 bərabərdir 300 Kelvin alınacaq. Doğru cavab C bəndi 300 Kelvin. Növbəti tapşırıq. 50 dərəcə Selsi temperaturlu K maddəsi şəkildəki kimi müxtəlif temperaturlu tuneldən keçən zaman K maddəsi üçün hansı ifadənin doğru olduğunu təyin edin. Bu məsələni həll edərkən variantlar üzərindən cavabı tapmağa çalışırıq. A variantında K maddəsinin temperaturu heç dəyişməz qeyd edilib. Gəlin şəklə baxaq. K maddəsinin temperaturu 50 dərəcə Selsidir və birinci tuneldəki temperatur 70 dərəcə Selsi. Eyni zamanda digər tunellərdə də müxtəlif temperatur olduğu üçün cisim hərəkət etdiyi zaman əlbəttə ki, onun temperaturu dəyişəcək. Bu halda A variantı doğru deyil. Üçüncü tuneldən keçərkən K maddəsinin molekullarının orta kinetik enerjisi azalır. Üçüncü tunelə biz nəzər yetirsək görərik ki, temperatur 150 dərəcə Selsidir. Bu halda molekulların orta kinetik enerjisi temperatur artdığı üçün əlbəttə ki, artmalıdır. Deməli, B variantı da doğru deyil. İkinci tuneldən keçərkən K maddəsinin temperaturu artar. İkinci tuneldə temperatur 0 dərəcə Selsidir. K maddəsi buradan keçən zaman temperaturu azalmalıdır. C variantı yanlışdır. Birinci tuneldən keçərkən K maddəsinin molekullarının orta kinetik enerjisi azalar. Birinci tunelin temperaturu 70 dərəcə Selsidir və birinci tuneldən keçən zaman temperatur yüksəldiyi üçün molekulların orta kinetik enerjisi artacaq. Deməli, D variantı da yanlışdır. Üçüncü tuneldən keçərkən K maddəsinin temperaturu artar. Üçüncü tuneldə gördüyümüz kimi temperatur 150 dərəcə Selsidir və K cismi bu tuneldən keçən zaman əlbəttə ki, temperaturu artacaq. Deməli, doğru variant Y variantıdır. Müxtəlif temperaturlu X, Y, Z cisimlərinin istilik ötürməsi şəkildə təsvir olunmuşdur. Buna əsasən cisimlərin temperaturları arasındakı münasibəti təyin edin. Yenə də şəklə nəzər yetiririk. Gördüyümüz kimi X cismindən temperatur ötürməsi həm Y cisminə, həm də Z cisminə doğru göstərilmişdir. Deməli, X cisminin temperaturu həm Y, həm də Z cisminin temperaturundan böyükdür. Mavi cismə nəzər yetirsək, yəni Y cisminə nəzər yetirsək görərik ki, Y cismindən Z cisminə doğru temperatur ötürməsi baş verib. Deməli, Y cisminin temperaturu Z cisminin temperaturundan böyükdür. Belə olan halda X cisminin temperaturu Y cisminin temperaturundan, Y cisminin temperaturu isə Z cisminin temperaturundan böyük olacaq. Yəni, cavab Tx böyükdür Ty, o da böyükdür Tz. A variantı. Növbəti məsələmiz yenə də qrafik tipli tapşırıqdır. İdeal qazın sıxlığının temperaturdan asıllıq qrafiki hiperboladır. Bu proses üçün konsentrasiyanın temperaturdan asıllıq qrafikini təyin edin. Birinci qrafikə nəzər yetirəndə görürük ki, sıxlıq temperaturdan tərs mütənasib asılıdır. Və biz təzyiqin P bərabərdir ρRT bölünsün molyar kütlə düsturuna nəzər yetirsək, burada təzyiqi sabit götürəndə sıxlığın temperatura olan hasili konstant olacaq. Yəni, PT bərabərdir konstant. Və təzyiqin ikinci düsturu P bərabərdir NKT düsturuna əsasən biz görürük ki, təzyiq və konsentrasiya bir-birindən düz mütənasib asılıdır. Bu prosesə uyğun gələn qrafik isə 1-dir,
Yəni cavab yalnız 1 A variantı. Eyni temperaturlu otaqda X, Y, Z və RPS cisimlərinin temperatur ötürmələri şəkildə oxlarla göstərilmişdir. Buna əsasən temperaturun ötürülməsi Z, Y, PS aralıqlarında hansı istiqamətdə olacaq? Birinci şəkildən göründüyü kimi temperatur Y cismindən X cisminə doğru, X cismindən isə Z cisminə doğru ötürülmüşdür. Deməli, Y cisminin temperaturu X cismindən, X cisminin temperaturu isə Z cisminin temperaturundan böyükdür. Bu halda Y cismindən Z cisminə doğru istilik ötürməsi baş verəcəkdir. Ty böyükdür Tx, Tx böyükdür Tz, Ty böyükdür Tz. İndi isə ikinci şəklə baxaq. İkinci şəkildə də göründüyü kimi temperatur ötürməsi S-dən R-ə doğru, R-dən isə P-yə doğru baş verir. Burada S cisminin temperaturu daha böyük olduğu üçün S-dən R-ə doğru temperatur ötürməsi baş vermişdir və R-dən də P-yə doğru. Bu şəkildə isə istilik ötürməsi S-dən P-yə doğru baş verəcəkdir. Yəni Ts böyükdür Tr, Tr böyükdür Tp, Ts böyükdür Tb. Doğru cavab B. Kürə şəkilli qablarda eyni temperaturlu qaz var. Kranı açdıqda qablarda qərarlaşmış təzyiq neçə P olar? Bir-biri ilə K açarı vasitəsilə birləşdirilmiş iki kürə şəkilli qab görürük. Və burada biz Dalton qanunundan istifadə edəcəyik. Dalton qanununa görə P qərarlaşmış təzyiq bərabərdir P1 V1 üstəgələk P2 V2 bölünsün V1 üstəgələk V2. Və biz hesablamanı asanlaşdırmaq üçün V-ləri, yəni V1 və V2-ni V ilə işarə edirik. Birinci kürə şəkilli qabın həcmi V, ikinci kürə şəkilli qabın həcmi isə 8V-yə bərabərdir. Və bu verilənləri qərarlaşmış təzyiqin düsturunda yerinə yazsaq, sonda 4P almış olarıq. Doğru cavab 4P, C variantı. Yerilmiş kütləli ideal qazın təzyiqinin molekulların konsentrasiyasından asıllıq qrafiki verilmişdir. Hansı proses və ya proseslərdə ideal qazın sıxlığı artar? Qrafikdən göründüyü kimi ideal qazın təzyiqinin konsentrasiyadan asıllığına aid bir neçə proses təsvir edilmişdir. Birinci düsturdan göründüyü kimi təzyiq konsentrasiya ilə düz mütənasib asılıdır. İkinci düsturda təzyiq sıxlıqla düz mütənasib asılıdır. Biz konsentrasiyanın artan halını taparıqsa, sıxlığın da artan halını tapmış oluruq. Gəlin 1-2 prosesinə baxaq. 1-2 prosesində təzyiq sabit, konsentrasiya isə artır. Əgər konsentrasiya artırsa, deməli sıxlıq da artır. 1-3 prosesində həm təzyiq, həm konsentrasiya artır. Deməli konsentrasiya artdığı üçün sıxlıq da artır. 1-4 prosesində təzyiq artır, konsentrasiya isə sabitdir. Əgər konsentrasiya sabitdirsə, deməli sıxlıq da sabitdir. 1-5 prosesində təzyiq sabitdir, konsentrasiya isə azalır. Konsentrasiya azalırsa, deməli sıxlıq da azalır. 1-6 prosesində isə həm təzyiq, həm də konsentrasiya azalır. Konsentrasiya azalırsa, deməli sıxlıq da azalır. Və bizdən qazın sıxlığının artması istənildiyi üçün biz doğru cavab olaraq 1-2 və 1-3 halını götürəcəyik. Doğru cavab A variantı. Növbəti tapşırığımız məsələdir. Həcmi 0,1 kubmetr balonda temperaturu 300 Kelvin və təzyiqi 7/10⁻³ paskal olan 2 kiloqram kütləli qaz var. Bu qaz molekulunun kütləsini hesablayın. Bunun üçün biz PV bərabər M bölünsün M0 KT düsturundan istifadə edəcəyik. Və biz düstura əsasən M0-ı tapsaq, M0 bərabərdir MKT bölünsün PV olacaq. Və məsələnin şərtində verilənləri düsturda yerinə qoyub yazsaq və hesablamanı davam etdirsək, sonda 1,2 vurulsun 10⁻23 kiloqram almış olarıq. Deməli, doğru cavabımız C variantı 1,2 vurulsun 10⁻23 kiloqram.
Növbəti tapşırıq keyfiyyət tipli tapşırıqdır. Verilmiş kütləli ideal qazın həcmi və temperaturu 3 dəfə artarsa, təzyiqi necə dəyişər? Məsələni həll etmək üçün PV bölünsün T bərabərdir konstant Klaperon düsturundan istifadə edirik. Əgər biz həm həcmi, həm də temperaturu 3 dəfə artırsaq, bu halda gördüyünüz kimi 3-lər ixtisar gedəcək və düstur olduğu kimi qalacaq. Yəni, ideal qazın temperaturunu və həcmini biz dəyişsək də təzyiqi dəyişməyəcək. Cavab Y variantı. Növbəti tapşırıq. Sabit təzyiqdə ideal qazın bir halından 2 halına keçməsi üçün kütləsi necə dəyişər? Məsələni həll etmək üçün PV bərabərdir MR T bölünsün molyar kütlə düsturundan istifadə edəcəyik. Burada P sabit, T qrafikdən göründüyü kimi sabitdir, molyar kütlə sabitdir və həmçinin R universal qaz sabitidir. Həcm kütlə ilə düz mütənasib asılı olduğundan həcm 3 dəfə azaldığı üçün kütlə də 3 dəfə azalar. Doğru cavab B variantı 3 dəfə azalar. Tapşırıqlarımız bu qədər. Ümid edirəm ki, bu tapşırıqlar imtahan verən müəllimlər üçün yararlı olacaq və eyni zamanda sertifikatlaşdırma imtahanında bütün müəllimlərə uğurlar arzulayıram. Turan xanım, ətraflı izahınıza görə biz sizə təşəkkür edirik. Həqiqətən də müəllimlər üçün faydalı bir material olacaq. Çox sağ olun, mən təşəkkür edirəm. Əziz müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.